Almaniyada keçirilən karate üzrə Avropa çempionatında 55 kiloqram çəki dərəcəsində qızıl medal qazanmış idmançımız Mədinə Sadıqova vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda karate üzrə milli yığmamızın üzvlərini qarşılayanlar arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və onun tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının nümayəndələri də olub. Mədinə Sadıqova, Azərbaycan Karate Federasiyasının əsas üzvüyəm. Axırıncı dəfə Avropa çempionatından qayıtmışıq və demək istəyirəm ki, Azərbaycan ilk qızıl medalı gətirən, necə deyək, tarix yazan qadın idmançısıyam. Karate üzrə 55 kiloqram çəki dərəcəsində qadınlar arasında ilk dəfə qızıl medal qazanmış idmançımız final döyüşünün çətin olduğunu deyir. Bilirdim ki, mənim üçün biraz çətin keçəcək, çünki finaldır və mən arenaya girəndə, arenada nə qədər insan gördüm, həqiqətən də o havanı necə qaldıracağımı bilmirdim. 30 saniyədə zaten mən biraz sıxılmışdım. Sonradan artıq özümə gəldim və özümü toparladım ki, bu final döyüşüdür və sən qələbəni əldən verməməlisən. 4-2 arxadaydım. Hesabı 6-9 eləyərək mən finalda qalib gəldim. Valeri 6-6. Ölkəmizə qızıl medalla qayıdan Mədinə Sadıqova uğur yolunda ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. Hər kəsin dəstəyini hiss etdim, hər kəsi yanımda hiss etdim. Mən həqiqətən də bu medal təkcə mən özümə görə yox, bütün Azərbaycan idmanını sevən, Azərbaycan övladı kimi qazandım. Yəni tək qazanmadım, belə deyək. Və təşəkkürümü bildirmək istəyirəm Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası. Mən oranın məşqçisiyəm və idmançısıyam. Bu yolda daim mənə dəstək oldular. Bundan əvvəl İslam oyunlarında da mənim üçün çox böyük dəstəkləri var idi. Və Avropa çempionatında da söz vermişdim, sözümü tutdum və mən Avropa çempionuyam. Məşqçi Seymur Xudaverdiyev gənc idmançının uğurlarının davamlı olacağına inanır. Mən Mədinənin şəxsi məşqçisiyəm. 7 yaşından Mədinə mənim yanımda məşq olur. Azərbaycan Həmkarlar İttifaqı İdman Təşkilatının əsaslarından böyük minnətdarlığımı bildirirəm. Özüm orada məşqçi işləyirəm. Bir daha mən inandım ki, yəni Mədinə kimi qızlar yetişdirmək olar, yəni Azərbaycana. Bir də ki, Mədinə inşallah dünyanı udacaq. Mən buna inanıram və gələcəkdə bizi sevindirəcək. Qeyd eləyək ki, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının təmsilçisi olan Mədinə Sadıqova 55 kiloqram çəki ilə böyüklər arasında Avropa çempionu olan ilk Azərbaycanlı qadın karateçidir. Bugün Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında karate üzrə Avropa çempionatında qızıl medal qazanan Mədinə Sadıqova ilə görüş keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparat rəhbəri Ayaz Əliyev Mədinə Sadıqovanın qazandığı möhtəşəm uğur münasibəti ilə təbrik eləyib. Ölkədə idmanın inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasətindən danışan aparat rəhbəri bildirib ki, bu qayğı və dəstək nəticəsində idmançılarımız beynəlxalq idman arenalarında mühüm uğurlar qazanır, nüfuzlu yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Avropa çempionu Mədinə Sadıqova çıxışında Azərbaycanda idmançılar üçün yaradılan geniş imkanların, eləcə də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası tərəfindən göstərilən dəstəyin onun peşəkar inkişafında mühüm rol oynadığını bildirib. Sonda Avropa çempionuna Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından hədiyyə təqdim olunub.